Söz qabiliyyəti, danışıq qabiliyyəti yalnız insandadır. Yalnız Allah-u Teala yaratdığı şah əsər, Əşrəf-i Ənbiyaya danışıq qabiliyyəti veribdir. Və bəzən biz deyəndə ki, danışıq qabiliyyəti yalnız insana aiddir, Quran ayəsindən sabitdir, Allah Adəmə bəzi adlarını öyrənir və danışıq ilk dəfə Adəm əleyhissalam. Axı cinlər də danışır. Cinlər insan bədənində danışa bilir və beyindəki olan bəzi söz və cümlələrdən istifadə edərək ünsiyyəti keçə bilir bədəndə. Qıraqda əgər kimsə cinləri görüb və danışırsa, demək ki, o artıq onun bədənindədir və beynindən vəsvəsələr verir, gözünə görüntülər verir. Bəzən də maqnetik dalğalı enerji bədəndə güclü olanda, beyində olmayan cümlələrdən də istifadə edərək cinlər danışa bilir. Çünki maqnetik dalğası yüksək olanda və bilirsiniz, cinlər bir-birlərindən aniden əlaqəyə görə bilir. Maqnetik radio dalğalı enerji kimidir. 2 üstə K üstü 2 deyil, K üstü 3'dür bunların yaydığı enerji dalğası. Allah'ın salamı, xeyir, bərəkət olsun hər birinizə.